Tənzihin fövqü. Əqilləri iflic edən nöqtə. Adətən klassik teoloqlar, kəlamçılar müşəbbihəlikdən qaçmaq üçün tənzihə, Tanrını hər cür oxşarlıqdan pak və uzaq bilməyə sığınırlar. Deyirlər ki, Tanrı heç nə ilə vəsf olunmaz, o hər şeyin fövqündədir. Sədra fəlsəfəsinin qılıncı məhz burada işə düşür. Heç nə ilə vəsf olunmazdır illüziyası. Sən Tanrı vəsf olunmazdır deyəndə belə, əslində onu vəsf olunmazlıq sifəti ilə vəsf edib, sonra tənzih edirsən. Sən onu öz insan zehnində yaratdığın mücərrədlik qəlibinə salırsan. Fövq illüziyası. Əgər sən Tanrı kainatın fövqündədir deyirsənsə, şuuraltı olaraq ikili bir sistem yaradırsan. Aşağıda kainat var, yuxarıda, fövqündə Tanrı. Bu gizli müşəbbihəlikdir. Sən Tanrıya həndəsi, məkani və ya iyerarxik bir mövqe verirsən. Tanrı fövq deyil, o aşağı və yuxarı anlayışlarını yaradan varlığın özüdür. O fövqün də fövqündə deyil. Çünki fövqün fövqü ifadəsi belə bir istiqamət bildirir və tənaqüzdür. Tənzih illüziyası. Sən bunu yenə də öz oksidansiya mövqeyinə nəzərən ifadə edirsən, kəlimənin məxluq olmasına görə. Mütləq şəkildə tənzih edənlər isə əslində Tanrını məhdudlaşdırırlar. Çünki sən deyəndə ki, Tanrı maddədən, formadan uzaqdır, sən onu maddənin olmaması, limit ilə məhdudlaşdırırsan. Mütləq sonsuzluq heç bir çərçivəyə, hətta transendentallıq və ya mücərrədlik çərçivəsinə belə sığmaz. Tanrı o bu deyil deyə biləcəyin bir inkar obyekti deyil. O, sən onun haqqında tənzih edirəm, paçlaşdırıram deyə düşünərkən, sənin o düşüncəni və o düşüncəni yaradan beynini də öz varlığında əridən mütləq həqiqətdir. Nəticə itibarilə, mücəssimə və müşəbbihə Tanrını öz daxillərindəki böyüdülmüş insan heykəlinə sitayiş edən bütpərəstlərdir. Tanrını dərk etməyə çalışdıqca idrakinin acizliyini dərk edib yox olursan. O, nə oxşadılacaq, təşbih qədər məhdud, nə də uzaqlaşdırılacaq, tənzih qədər kənardadır. Tanrı sirdir, sir belə o deyil. Onu kəlmələrlə vəsf etməyimiz məxluq olmağımızın gərəyidir. Ona görə də bunları, bütün hər şeyi həqiqi mənada yox, məcazi mənada aid edəcəyik ona. Bəli, məcazın da fövqündədir ki, fövqiyyət anlayışı da onun üçün keçərli deyil. Dediyimiz kimi, bunlar məxluq olmağımızın gərəyində duran vəhmi ibarələrdir.